ailə yanında xəcalət çəkirəm. Evə getmək istəmirəm. Nər kimi adamam. Amma ailəmi dolandıra bilmirəm. Niyə? Necə yəni niyə? Gez bazara görərsən. Ətək bilirsən neçədir? Yağ, qən. 20 manatdan aşağı qalbası yoxdur. Görürsən? Bəs uşaqların əyinbaşı, yeməyi, onlara vitaminli şeylər lazımdır. Meyvənin kilosu bazarda od qiymətinə. Hə, özündür. 10 manata şəftəli zoğal olar. Vallahi düz deyir, belə də bahalıq olar. Hə, danış da, yaşayışdan da vurursan. Çəkilin, mani olmayın. Qoy mən adam kimi ölüm. Dayan görəm kişi. Sən heç bilirsən sən özünü buradan atandan sonra sənin ailən nələr gözləyir? Nə gözləyir? Həngamədir. O qədər xərc çıxacaq. Məsciddə yuyulmağın. İstir kafir. İndi kəfən günah tapılmır. Molla pulu, qəbir pulu. Yan yorasını cərtmək. Bunlar hamısı puldur, pul. Bir dənə qəbir 6-7 min deyə bu saat. Hələ bu qəbrin yan yörəsi, üstünün yazısı, ayın tarixi, ayataca bizi hara qoyub getmişsən. 15 mindən qutara bilməyəcəksən. Düş uşağa. Hələ 3-ü, 7-si, cümə axşamları. Ət lazım olacaq, yağ lazım olacaq. Düyü, çay, qənd, prakatdan palatka, qapqacaq, stol. Elə bilirsən ölmək asan məsələdir. Odur ki, canım gözüm, qoy sənə kömək edeyim. Yavaş düş aşağı. Aləni pis vəziyyətə salma. Gəl əzizim, gəl. Qoy sənə kömək edeyim. Hələ 40-ı deməmişsən, yadından çıxır. Ay sağ ol, görürsən? Gəl qardaş, gəl. Yavaş, darıxma. Adam kimi gün görməyən canım var. Adam kimi ölə bilməyən canım var.